Əl-Maidə surəsi, Süfrə surəsi. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ey iman gətirənlər! Əhdləri yerinə yetirin. Siz ehramda ikən ov etməyi halal saymamaq şərti ilə, sizə oxunacaq olanlar istisna olmaqla, digər heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər. Ey iman gətirənlər! Allahın boyun bağlarına və Rəbbinin lütfünü və rizasını dilərək Beyt-i Harama gələnlərə hörmətsizlik etməyin. Ehramdan çıxdığınız zaman ov edə bilərsiniz. Məscid-i Harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq və təqvada yardımlaşın. Günah və düşmənçilikdə isə yardımlaşmayın. Allahdan qorxun. Həqiqətən Allahın cəzası şiddətlidir. Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılıb ölmüş, boynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə qismətinizi axtarmağınız da haram edilmişdir. Bunlar günah işlərdir. Bugün kafirlər sizin dininizdən ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, məndən qorxun. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbi ilə çətinliyə düşərsə, günaha meyil etmədən, haram ətdən ölməyəcək qədər yeyə bilər. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir. Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De, təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhilləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə Allahın adını deyin. Allahdan qorxun, şübhəsiz ki, Allahın haqq hesabı sürətlidir. Bugün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin, Yəhudi və Xristiyanların yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərti ilə mehirlərini də verdiyiniz təqdirdə onlarla evlənməyiniz sizə halaldır. Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır. Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi dirsəklərlə birlikdə əllərinizi yuyun və
başınıza məhs edib, ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız, su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir, lakin sizi tərtəmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz. Allahın sizə olan nemətini və eşitdik və itayət etdik dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun, şübhəsiz Allah ürəklərdə olanları biləndir. Ey iman gətirənlər! Allah üçün ədaləti təmin edən şahidlər olun. Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. Allah iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir. Kafir olub ayələrimizi yalanlayanları isə cəhənnəm əhlidirlər. Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. O vaxt bir tayfa sizə əl qaldırmaq niyyətində idi. Ancaq Allah onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun, möminlər də Allaha təvəkkül etsinlər. Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan 12 nəzarətçi göndərmişdik. Allah onlara demişdi, mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi ağacları altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar. Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlblərini qatılaşdırdıq. Onların sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla onlardan daim xəyanət görərsən. Yenə də onları bağışla və onlara fikir vermə. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. Biz xristiyanıq deyənlərdən də əhd almışdır. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər biz onların arasına düşmənçilik və kin saldıq. Allah onları etdikləri işləri xəbər verəcəkdir. Ey kitab əhli! Sizə kitabda göstərdiklərinizin bir çoxunu bildirmək və bir çoxunu da bağışlamaq üzrə elçimiz gəlmişdir. Həqiqətən, Allahdan sizə bir nur və açıq aydın bir kitab, Quran gəlmişdir. Allah öz rizasına uyanları onunla, Quranla
əmin amanlıq yollarına yönəldər və öz izni ilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər. Allah Məryəm oğlu Məsihdir deyənlər həqiqətən kafir oldular. De, əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər? Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir. Yahudilər və Xristiyanlar, biz Allahın oğulları və sevimlilərik, dedilər. De, bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də onadır. Ey kitab əhli, axirətdə bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə həqiqətləri sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir. Bir zamanlar Musa öz qövmünə belə demişdi. Ey qövmüm, Allahın sizə olan nemətini xatırlayın. Vaxtı ilə O, sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmüdarlar etdi və aləmlərdən heç kimə vermədiyini sizə verdi. Ey qövmüm, Allahın sizin üçün vətən olaraq yazdığı o müqəddəs torpağa daxil olun. Geri dönməyin, yoxsa zərər çəkmiş, bir halda geri qayıtmış olarsınız. Onlar isə demişdilər, ey Musa, həqiqətən orada zorba adamlar var. Onlar oradan çıxmayınca biz ora daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq. Qorxanların arasından Allahın nemət verdiyi iki adam. Onların üstünə qapıdan girin. Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin, dedi. İsrail oğulları dedilər, ey Musa, onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Sən və Rəbbin gedin, vuruşun, biz burada oturacağıq. Musa dedi, ey Rəbbim, mən özümdən və qardaşımdan başqasına hakim ola bilmirəm. Bizimlə günahkar qövmün arasını ayır. Allah buyurdu, elə isə ora 40 il onlara haram edilmişdir. Bu müddət ərzində onlar yer üzündə çaşqınlıq içində gəzib dolaşacaqlar. Ona görə də günahkar qövm üçün kədərlənmə. Onlara Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin Habilin qurbanı qəbul olunmuş, digərinin ki, Qabilin qurbanı isə qəbul olunmamışdı.
Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına demişdi, səni mütləq öldürəcəyəm. Qardaşı isə demişdi, Allah yalnız müttəqilərdən qurbanı qəbul edər. Məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. İstəyirəm ki, həm mənim günahımı, həm də öz günahını yüklənib cəhənnəm əhlindən olasan. Zalimların cəzası budur. Nəfsi onu qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də o zərər çəkənlərdən oldu. Allah ona qardaşının cəsədini necə bastıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. Qarğanı gördüyü zaman o dedi, vay halıma, bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini bastırım. Beləcə o, peşman olanlardan oldu. Buna görə də İsrail oğullarına belə yazdıq. Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə, ölümdən xilas edərsə, bütün insanları diriltmiş kimi olar. Elçilərimiz onlara açıq aydın dəlillər, möcüzələr gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. Allaha və Peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fitnə fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvarı kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır. Ancaq siz qalib gəlib onları ələ keçirmədən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayandır, mərhəmətlidir. Ey iman gətirənlər! Allahdan qorxun, ona yaxınlaşmaq üçün vəsilə axtarın və onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. Həqiqətən, əgər yer üzündə olan hər şey və bir o qədəri də kafirlərin olub, bunları qiyamət gününün əzabından xilas olmaq üçün fidyə versəydilər, bu onlardan əsla qəbul olunmazdı. Onlar üçün acı bir əzab vardır. Onlar cəhənnəmdən çıxmaq istəyərlər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün daimi bir əzab vardır. Oğurluq edən kişi və qadının gördükləri işə görə Allahdan bir cəza olaraq əllərini kəsin. Allah qüdrətlidir, hikmət sahibidir. Kim etdiyi bu haqsız əməldən sonra tövbə edib, özünü islah edərsə, şübhəsiz Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Bilmirsənmi ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, dilədiyi kimsəyə əzab verər, dilədiyi kimsəni də
bağışlayar. Allah hər şeyə qadirdir. Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə inandıq deyənlərdən küfürdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin. Yahudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar Tövratdakı sözlərin yerini sonradan dəyişdirirlər. Onlar, əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, ondan uzaq durun, deyirlər. Allah bir kimsənin fitnəyə düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. Onlar daim yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir. Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevər. İçində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər. Sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyirlər. Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı biz nazil etdik. Allaha təslim olmuş peyğəmbərlər Yahudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün onunla hökm verərdilər. Onlar da ona Tövratın ilahi kitab olduğuna şahiddilər. Ona görə də insanlardan qorxmayın, məndən qorxun. Ayələrimiz az bir mənfəət müqabilində satmayın. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsl kafirlərdir. Biz orada Tövratda onlara yazdıq ki, canın qisası can, gözün qisası göz, burnun qisası burun, qulağın qisası qulaq, dişin qisası dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu qisas almağı bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazili etdiyi ilə hökm verməzsə, onlar əsl zalimlardır. Onların ardınca özündən əvvəlki Tövratı təsdiqləyən Məryəm oğlu İsanı göndərdik. Ona müttəqilər üçün doğru yol və nəsiyyət olaraq özündən əvvəlki Tövratı təsdiqləyən və içində haqq yol və nur olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsl günahkarlardır. Sənə də özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq kitabı Quranı nazil etdik. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi,
sizi tək bir ümmət edərdi. Lakin o, verdikləri ilə sizi imtihan etmək üçün belə etdi. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən insanların çoxu fasiqdir. Yoxsa onlar İslamdan əvvəlki cahiliyyə dövrünün hökmünün idarəçiliyini mi istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? Ey iman gətirənlər! Yəhudi və xristiyanlarla dostluq etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz. Qəlblərində xəstəlik olan kimsələrin başımıza bir fəlakət gəlməsindən qorxuruq, deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah möminlərə bir zəfər, yaxud öz tərəfindən elə bir iş gətirər ki, onlar münafiqlər ürəklərində gizlətdikləri şeyə görə peşman olarlar. İman gətirənləri isə, bunlar mı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər, deyərlər. Onların əməlləri puça çıxdı və beləcə zərər çəkənlərdən oldular. Ey iman gətirənlər, sizdən hər kim öz dinindən dönərsə, bilsin ki, Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar. Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah lütfü ilə genişdir, hər şeyi biləndir. Sizin dostunuz yalnız Allah, onun peyğəmbəri və namaz qılıb rükuda ikən sədəqə verən möminlərdir. Kim Allahı, peyğəmbərini və iman gətirənləri dost tutarsa, bilsin ki, həqiqətən qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən və kafirlərdən dininizi lağa qoyan və ona oyun, əyləncə kimi baxan kimsələrlə dostluq etməyin. Əgər möminsinizsə, Allahdan qorxun. Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun, əyləncə kimi baxarlar. Bu, ona görədir ki, onlar düşünüb daşınmayan bir qövmdür. De, ey kitab əhli, biz Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənlərə iman gətiririk deyəmi bizə qarşı kim bəsləyirsiniz? Həqiqətən sizin çoxunuz fasiqlərdir. De, Allah yanında cəza etibarı ilə bundan daha pisini sizə xəbər verirmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar. Sizin yanınıza küfürlə gəlib,
küfrlə çıxdıqları halda iman gətirdik deyirlər. Allah onların qəlblərində gizlətdiklərini daha yaxşı bilir. Onlardan bir çoxunun günah işləmək, düşmənçilik etmək və haram yeməkdə bir-birləri ilə yarışdıqlarını görərsən. Onların gördüyü işlər necə də pisdir. Kaş özlərini dinə həsr edənlər və din alimləri onlara günah sözlər söyləməyi və haram yeməyi qadağan edəydilər. Onların etdiyi əməllər necə də pisdir. Yəhudilər, Allahın əli bağlıdır, dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara. Əksinə, onun əlləri açıqdır, istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən Quran şübhəsiz onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə fəsad törətməyə çalışırlar. Allah isə fitnə fəsad törədənləri sevməz. Əgər kitab əhli iman gətirib, pis əməllərdən çəkinsəydilər, həqiqətən onların günahlarının üstünü örtər və özlərini də Nəim cənnətlərinə daxil edərdik. Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə, Qurana əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan, yerüstü və yeraltı sərvətlərdən yeyərdilər. Onların içində mötədir bir cəmaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir. Ey Peyğəmbər, Rəbbindən sənə nazil ediləni, Quranı təbliğ et. Əgər bunu etməzsən, onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafir qövmü doğru yola yönətməz. De, ey kitab əhli, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə, Qurana əməl etməyincə bir şey doğru yol üzərində olmazsınız. Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Ona görə də kafir qövm üçün kədərlənmə. Şübhəsiz iman gətirənlər, Yəhudilər, Sabilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb, yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. Həqiqətən biz İsrail oğullarından əhd almış və onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara nəfslərinin arzulamadığı bir şeyi, ilahi hökmləri gətirəndə, onlar peyğəmbərlərin bir qismini yalanladılar, bir qismini də öldürdülər. Onların başına heç bir bəla gəlməyəcəyini zənn edərək, kör və kar kimi davrandılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan bir çoxu kör və kar kimi davrandı. Allah onların etdiklərini görəndir. Allah Məryəm oğlu Məsihdir deyənlər şübhəsiz ki, kafir olmuşlar. Halbuki Məsih belə demişdi: Ey İsrail oğulları, mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin. Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer
cəhənnəmdir. Zalimların heç bir köməkçisi olmayacaq. Allah üçüncüsüdür deyənlər həqiqətən kafir olmuşlar. Halbuki tək bir ilahdan başqa heç bir ilah yoxdur. Əgər onlar bu dediklərinə son qoymazlarsa, içlərindən kafir olanlara həqiqətən şiddətli bir əzab toxunacaqdır. Onlar hələ də Allaha tövbə edib, ondan bağışlanmalarını istəməyəcəklərmi? Axı Allah bağışlayandır, rəhimlidir. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də adi insanlar kimi yemək yeyərdi. Bax, gör, biz ayələri onlara necə açıqlayırıq. Sonra bax, gör, onlar haqdan necə üz çevirirlər. De, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verə bilən şeylərə mi ibadət edirsiniz? Allah hər şeyi eşidəndir, biləndir. De, ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın. Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın. İsrail oğullarından kafir olanlar Davudun və Məryəm oğlu İsa'nın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri və həddi aşmaları idi. Onlar bir-birilərini etdikləri pis əməllərdən çəkindirməyə çalışmırdılar. Onların etdikləri necə də pisdir. Onlardan çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı necə pis bir şeydir ki, Allah onlara qəzəbi tutmuşdur. Onlar əbədi olaraq əzab içində qalacaqlar. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə iman gətirsəydilər, onları, kafirləri özlərinə dost tutmazdılar. Lakin onlardan çoxu fasiqlərdir. İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxşı olanların isə biz xristiyanıq deyənlər olduğunu görərsən. Çünki onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. Peyğəmbərə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər, ey Rəbbimiz, biz iman gətirdik. Bizi haqqa şahid olanlarla birlikdə yaz. Rəbbimizin bizi əməl-i salih insanlarla birlikdə cənnətə daxil etməsini umarkən, nə üçün Allaha və bizə gələn həqiqətə iman gətirməyək? Söylədikləri bu sözlərə görə Allah da onları ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərlə mükafatlandırdı. Yaxşı işlər görənlərin mükafatı budur. İnkar edib ayələrimizi yalanlayanlara gəldikdə onlar cəhənnəm əhlidirlər. Ey iman gətirənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri özünüzə haram etməyin və həddi aşmayın. Şübhəsiz Allah
həddi aşanları sevməz. Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin. İman gətirdiyiniz Allahdan qorxun. Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi ailənizə yedirdiyinizin orta hesabından 10 yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kim bunları etməyə imkanı yoxdursa, 3 gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun, riayət edin. Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz. Ey iman gətirənlər! Həqiqətən içki, qumar, bütlər və fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan içki və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq bunlara son qoyacaqsınızmı? Allaha itayət edin, Peyğəmbərə itayət edin və pis işlərdən çəkinin. Əgər itayət etməkdən üz çevirsəniz, bilin ki, elçimizin vəzifəsi açıq-aydın bir təbliğdir. İman gətirib yaxşı işlər görənlər Allahdan çəkinərək iman gətirər və salih əməllər edər, sonra yenə Allahdan çəkinib iman gətirər, sonra yenə Allahdan çəkinib yaxşı işlər görərlərsə, haram edilməmişdən əvvəl daddıqlarına, yeyib içdiklərinə görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər. Ey iman gətirənlər! Allah sizi ehramda ikən əlləriniz və mizraqlarınızla ovlaya biləcəyiniz bir ovu qadağan etməyi ilə imtihan edəcəkdir ki, tənhalıqda ondan qorxanları bilib ayırt etsin. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır. Ey iman gətirənlər! Ehramda ikən ovu öldürməyin. Sizdən kim onu qəsdən öldürürsə, öldürdüyü heyvanın eynisi dəyərində ona cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən 2 ədalətli şəxs buna hökm edər. Yaxud ovlanmanın kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah çəkmişdə olanları bağışlamışdır. Kim bu işləri təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir. Həm sizə, həm də yolçulara bir dolanacaq olsun deyə dənizdə ov etmək və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun. Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həc qurbanını və qurbanlığın boynuna boyun bağları insanlar üçün bir dayaq, dolanacaq vasitəsi etdi. Bu Allahın göylərdə və yerdə nə varsa, hamısını bildiyini və hər şeydən xəbərdar olduğunu dərk etməyiniz üçündür. Bilin ki, Allahın əzabı şiddətlidir.
və Allah bağışlayandır, rəhm edəndir. Peyğəmbərin üzərinə düşən ancaq təbliğ etməkdir. Üzə çıxartdıqlarınızı da, gizlətdiklərinizi də Allah bilir. De, pisin, haramın çoxluğu xoşuna gəlsə, belə pis və yaxşı, haram və halal eyni ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Ey iman gətirənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın. Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları indiyə qədər bu cür suallar verənləri bağışlamışdır. Allah bağışlayandır, həlimdir. Sizdən əvvəlki bir qövmdə onları lüzumsuz suallar soruşmuş, sonra isə ona görə açıqlanan hökmü yerinə yetirmədiklərinə görə kafir olmuşdular. Allah nə bəhirəni, nə sahibəni, nə vəsiləni, nə də hamini şəriətə uyğun etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. Onlara Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin deyiləndə onlar atalarımızı üzərində gördüyümüz yol bizə yetər dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə, onların halı necə olacaq? Ey iman gətirənlər, siz özünüzə baxın. Siz doğru yolda olduqca haqq yoldan azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allahadır. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Ey iman gətirənlər, sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı ikinizdən iki ədalətli şəxsi aranızda şahid tutun. Əgər siz səfərdəykən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri şahid tutun. Əgər şahidlərdən şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar onu, andları, qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa biz şübhəsiz ki, günahkarlardan olarıq, deyə Allaha and içsinlər. Əgər o ikisinin yalan danışaraq günah qazandıqları ortaya çıxarsa, o zaman ölən şəxsə daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi həqiqətən bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz yalandan and içib həddi aşmamışıq. Əks halda biz həqiqətən zalimlardan olarıq deyə Allaha and içərlər. Bu qayda şahidliyi lazımı şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına çəkinmələri üçün bir çarə olaraq daha uyğundur. Allahdan qorxun və onu dinləyin. Allah günahkar qövmü doğru yola yönəltməz. O gün, qiyamət günü Allah peyğəmbərləri toplayaraq sizə nə cavab verildi deyəcəkdir. Onlar, biz heç bir şey bilmirik, həqiqətən gizli olanları bilən sənsən deyəcəklər. O zaman Allah belə buyuracaq: Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. Vaxtilə mən səni müqəddəs ruhla
dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün. O da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadan gəlmək kora və güzamlı xəstəyə şəfa verirdin və mənim iznimlə ölüləri yerdən dirildib çıxardırdın. İsrail oğullarını da səndən, səni öldürməkdən dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər, bu açıq-aydın sehirdən başqa bir şey deyildir, demişdilər. Vaxtilə həvarilərə belə ilham etmişdim. Mənə və elçimə iman gətirin. Onlar da iman gətirdik. Şahid ol ki, biz Allaha təslim olmuşuq, demişdilər. O zaman həvarilər demişdilər, ey Məryəm oğlu İsa, Rəbbim bizə göydən bir süfrə nazil edə bilərmi? O da, əgər möminsinizsə, Allahdan qorxun, demişdi. Həvarilər demişdilər, istəyirik ki, ondan yeyək, qəlblərimiz aram tapsın, bizə doğru dediyini bilək və ona o möcüzəyə şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi, ey Allahım, ey Rəbbimiz, bizə göydən bir süfrə nazil et ki, bizlər və bizdən sonrakılar üçün bayram və səndən gələn bir möcüzə olsun. Bizə ruzi ver, sən ruzi verənlərin ən xeyirlisisən. Allah buyurdu, mən onu sizə əlbəttə indirəcəyəm. Ancaq bundan sonra sizdən kim inkar edərsə, mən ona aləmlərdən heç kimə vermədiyim bir əzab verəcəyəm. Allah axirətdə, ey Məryəm oğlu İsa, sənmi insanlara Allahı qoyub məni və anamı ilah qəbul edin demisən, buyurduğu zaman İsa Peyğəmbər belə deyəcək, sən pak və müqəddəssən, haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən, mən isə sənin zatında olanı bilmirəm, şübhəsiz ki, gizli olanları bilən sənsən. Onlara yalnız sənin mənə əmr etdiyin, mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin sözünü demişdim. Aralarında olduğum müddət ərzində onlara nəzarət edirdim. Sən məni vəfat etdirincə onlara nəzarətçi sən özün oldun. Sən hər şeyi görənsən. Əgər onlara əzab versən, şübhəsiz, onlar sənin qullarındır. Əgər onları bağışlasan, əlbəttə, sən qüdrətlisən, hikmət sahibisən. Allah buyuracaqdır, bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük uğur budur. Göylərin, yerin və onların içində olanların hakimiyyəti Allaha məxsusdur. O, hər şeyə qadirdir.